real olan nədir? Biz dünyadakı insanların həyatlarına baxsaq, onu görərik ki, 100 milyonlarca insan üçün gündəlik həyatın 8-9 saat işdə, 8-9 saat yuxuda, 2-3 saatı işə gedib gələndə yolda, 1-2 saatı ehtiyacları qarşılamağa və geri qalan hissəsi real həyatı yaşamağa xərclənir. Kitablarda sizdə ən çox güc təxəyyül gücünə düşür və yazıçının təsvir etdiyi həmin dünyaları, hadisələri, personajları siz bir növ öz təxəyyülünüzdə canlandırmağa çalışırsınız. Kinolara keçid edəndə bir növ sizin üzərinizə düşən yük azalır, amma həm də limitlənir sizin baxış bucağınız. Belə ki, siz rejissorun baxış bucağı ilə bu dünyalara, hadisələrə baxmağa, onları görməyə çalışırsınız. Həm kitablarda, həm kinolarda siz sadəcə izləyicisiniz. Siz baş verən hadisələrin heç birinə müdaxilə eləmək şansınız yoxdur. Amma oyunlarda siz baş verən hadisələrin bir parçasısınız. Siz hadisələrə təsir edə, bəzi hallarda hadisələrin hərəkət istiqamətini tamamilə dəyişdirə bilərsiniz. Bu, bir çox aspektlərdən oyunları çox daha güclü media tipinə çevirir. Düşünün ki, sizin ağlınıza gələcək hər şeyi yaratmaq qabiliyyətiniz var. Fizika qanunları tamamilə sizin istədiyiniz şəkildə işləyir. Dünyada baş verən hadisələr hamısı sizin qələminizin qüvvəti ilə hərəkət edir. Sivilizasiyalar bir növ sizin barmaqlarınızın hərəkəti ilə qalxır və çöküşə uğrayır. Mən və bir çox digər oyun tərtibatçıları üçün oyunlar sadəcə əyləncə vasitəsi deyil, onlar həm də kreativ ifadə vasitəsidir. Belə ki, oyunları biz analiz eləyəcək olsaq, onlar texnologiya, sənət və hekayələrin möhtəşəm vəhdətini ifadə eləyirlər.